Yer üzündə elə bir insan tapılmaz ki, ətrafındakilara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək marağında olmasın. Bugün isə mən sizə Dale Carnegie'nin təbirincə desək, adamların nöqteyi nəzərinizdə meyilləndirməyə imkan verən bəzi qaydalarla tanış edəcəm. Birinci qayda. Mübahisədə üstün gəlmək olmaz. Mübahisəni bir qayda olaraq fikrində israrlı olan adamlar edir. Siz öz mövqeyinizdə nə qədər israrlısınızsa, qarşı tərəf də öz fikirlərinə bir o qədər inamla yanaşır. Bu məqamda yarana biləcək problemləri nəzərə alan Dale Carnegie'yə görə, bu situasiyada qalib gəlməyin yeganə yolu ondan yayınmaqdır. İkinci qaydaya əsasən düşmən qazanmaq, eləcə də dostlarınızı itirmək istəmirsinizsə, müsahibinizin fikirlərinə hörmətlə yanaşın. Qarşı tərəf haqsız olduqda belə, bunu ona qəti və kəskin şəkildə deməyin. Yox, əgər bunu etmək zəruridirsə, daha yumuşaq forma seçə bilərsiniz. Amma bundan öncə səmimi, mehriban ovqat yaradın. Onun bir çox məsələlərdə haqlı olduğunu, yalnız hansısa məqamda yanıldığını söyləyin. Haqsızsızsa bunu etiraf edin. Üçüncü qayda belədir. Bu qarşı tərəfi yumuşaltmağın, hətta onu öz tərəfinizə çəkməyin ən asan yoludur. Özünü tənqid etmək başqaları tərəfindən ittiham olunmaqdan daha asan deyilmi? Odur ki, bu haqda düşünməyə dəyər. Dördüncü qayda çox sadədir. Qarşınızdakını anlamaqla adamların fikrini dəyişdirməyə daha tez nail olacağınızı nəzərə alıb, bəri başdan mehribanlıq mövqeyində dayanın. Beşinci qaydanı həm də Sokratın sirri adlandırmaq olar. Bəs nədir o sehirli kəlmə? Əlbəttə ki, bəli. Söhbət əsnasında tez-tez bəli deməyi unutmayın. Bununla yanaşı müsahibinizlə söhbəti elə aparın ki, o özü də tez-tez bəli demək məcburiyyətində qalsın. Düzgün vurğulayırlar ki, insanın qarşı tərəfdə təəssürat yaratması cəmi 7 saniyə çəkir. Bunun səbəbi nədir? Bunun səbəbi ondan ibarətdir ki, insanlar ilk növbədə şuuraltı olaraq qarşı tərəfin xarici görünüşünü analiz edirlər. Burada insanın bədən dili, onun geyimi, onun mimikalardır, jestlərdir və ilk növbədə insana hansı sözlərlə müraciət etməsi. Bunlar hamısı qarşı tərəfdə ilkin təəssüratın yaranmasına səbəb olur. Təcrübələr göstərir ki, gülərüz insanlar qarşı tərəfdə daha çox xoş təəssürat oyadırlar. Ona görə də bizə növbətçi gülüş deyilən bir gülüş var, hansı ki, insanların üzündə həmişə bunun olması tələb olunur. Düşdüyümüz mühitdən asılı olaraq geyimimizi də nəzərə almalıyıq. Əgər biz mühitə uyğun olaraq geyimdə deyilsək, mühitə uyğun olaraq öz mimikalarımıza, jestlərimizə fikir vermiriksə, bu da qarşı tərəfdə əlbəttə ki, xoş olmayan təəssüratlar oyadacaq. İlkin təəssüratın əsasında münasibətləri düzgün istiqamətdə qurmaq durur. Ancaq özünüzü hər kəsə ideal formada təqdim etmək məcburiyyətində də deyilsiniz. Sadəcə olaraq ilk dəfə qarşılaşdığınız insanla müəyyən qədər səmimi olmağa çalışın. Unutmayın ki, gələcək münasibətləri əksər hallarda ilk görüşdə yaranan təəssüratlar tənzimləyir.